Dərddir, bəladır. Bütün binaların altı hamısı kanalizasiya ilə doludur. Yevlax zibilin kanalizasiyanın içində itib batır. Deyirsən ki, hə, hökumətimiz sağ olsun. Özdə harada gedirsən, bilirik səni ora kim qoyub. Hara gedirsən, xanımın adını çəkirsən. Xanım belə, xanım elə. Çək, yaxşı eləyirsən, səni ora qoyub. Bir evlisiz. Qaynatandan girib çıxırsınız həmən xanımın evinə. Yaxşı eləyirsən. Qohumsan özün bilərsən. Amma səni ora nəyə qoyublar? Bir ildə 2 evdən, bir ildə 2 evdən heç müharibədə şəhid olmur. Nə tərsə olar. Cəmaət evinin qabağında uşaq itirmək nə deməkdir? Demirsən sağ olsun, hökumətimiz pullar ayırır. Niyə düzəltmirsən o kanalizasiyalarını? Onsuz da Yevlaxda cəmaət fakt azdır da, millət qırılır acından. Cavanları narkotik bir tərəfdən qırır. Sən də düşmüsən körpələri bir tərəfdən qırırsan. Niyə düzəltmirsən o kanalizasiyaları? Pul ayırmır, demirsən diqqət ayırır hökumətimiz. Canın çıxsın, düzəlt hamısını. Bir evdən 2 uşaq ölüb ya bir ildə. Xəstədir, binaların hamısı kanalizasiya suyu. Yaz payız evlərdə oturmaq olmur. Cəmaət çıxır çöldə oturur. Yatandan yatana girir içəri məcbur. İyi götürüb gedir. Zirzibil hamısı binaların altındadır. Cəmaət də bilmirəm nədən qorx. Ölürsüz da onsuz da. Gedin də o icra hakimiyyətinə. Ki bu binaların altı nə gündədir? Ev kiranın kommunalın vaxtı gələndə hücum çəkib gəlirsiniz. Hamıdan ev kirası, kommunal, zibil pulu alırsınız. Niyə düzəltmirsiniz?